Salam değerli əziz izləyicilərimiz. Bugünlər Binə qəsəbəsində, Savxoz ərazisində, Əli Marketin tam yaxınlığında sizin üçün özünə məxsus 2 sotda 4 otaqlı evin çəkilişinə gəlmişik değerli dostlar. Evimiz qəşəng, geniş 4 otaqlı evdir. Həyətimizdə də ki 2 maşın rahat daxil olunur. Həyətimizdə əlavə olaraq belə bir ayaq yoludur və kombi yeridir. Yəni kombi sistemi xəttləri burada çəkilibdir. Evimiz kürsülüdür. Bünövrəsi beton kəmərdir. 4 tərəfi zaborda deyil. Padval da sizin üçün göstərə bilərəm. Değerli dostlar, bünövrəsi beton, yuxarı mərtəbəsidir. Yəni ki, evin üstləri, pəncərə üstləri kəmərdir, beton kəmər. Değerli dostlar, qiymət videomuzun sonunda deyəcəyik. Belə sizin üçün ətraflı, tam şəkildə göstərirəm ki, evin dörd bir tərəfinə də fırlanma olur. Yəni zaborda deyil. Qəşəng otaqları da genişdir. Çəkilişdən qabaq evlə tanış olduq. Evimiz qəşəng 2 sotda 4 otaqlı evdir. İnşallah keçir indi evin içərisində də sizi tanış edeyim. Ətraf yaşayışdır. Daxil oluruq evə. Değerli dostlar, girişdə koridorumuz istipoldur. Burada sol tərəfdə sanitar və sanuzel döşəğidir. İstipol değerli izləyicilərimiz göstərən yığılıbdır sistemlərdə. Asma tavandır. Burada sağ tərəfdə bizim mətbəximizdir. Mətbəximiz də qəşəng genişdir. Mətbəxin də pol istipoldur dostlar. Əlavə olaraq kombi xətti də var. 4 tərəfi də cütdaşla tikilmiş bir evdir. Bu hissədə bizim girişdə geniş belə bir qonaq otağıdır. Qonaq otağı və 3 dənə də yataq otağıdır. Dostlar, bu bir yataq otağımızdır. Otaqlarımız da qəşəng genişdir. Aboylar da zövqə görə vurulubdur. Bu ikinci belə bir geniş yataq otağıdır. Rahatçılıqla mebellərimizi yerləşdirə bilərsiniz dostlar. Bu da bizim 3-cü yataq otağımızdır. Değerli dostlar, evimizin qiyməti 75.000 manata deyilir. İnşallah gəlinizlə real alıcı ilə danışıb razılaşma olar. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.